Həkim, məndə börək törəməsi varmı, yoxmu? Necə təyin edə bilərəm? Ağrı və yaxud da ki, simptom verir bu xəstəlik? Heç bir insan onda börək törəməsinin ilkin mərhələsində olub-olmadığını təyin edə bilməz. Çünki ilkin mərhələdə nə ağrı ola bilər, nə də ki, qan ola bilər sidikdə. Əlbəttə ki, irəlilənmiş formalarda artıq sidikdə qan görülə bilir, ağrı olma ehtimalı var, amma ilkin mərhələdə kesinliklə heç kəs bunu hiss edə bilmir. Xəstələr necə bunu bilə bilirlər? Ultrasəs müayinəsinə gəlirlər, kontrol müayinələrdən keçmək istəyirlər. O sırada bir də aşkar olunur ki, böyrəkdə törəmə var. Ona görə biz hər zaman insanlara nəyə önəririk? 6 aydan bir tam standart olaraq mütləq UZI elətdirsinlər, orqanlarına baxsınlar. Yoxsa bəzi xəstəliklər ki, şiş xəstəlikləri özəlliklə və bunlarda ən çox böyrək daxildir. Heç bir ağrı, heç bir simptom vermir. Əgər simptom verirsə, artıq iş işdən keçmiş olur.